Quranda bir ayə var ki, deyir, onlar deyir, bu dünyanın malını istəyərlərsə, verərik. Amma o bir dünyada paylar olmayacaq. Məsələn, təsəvvürləyin ki, sizin Allah qatında biraz hörmətiniz var. Etdiyiniz xeyir əməllər, nə bilim, analarınızın duası, bir çox şeylər toplanıb, bir balaca hörmətiniz var orada. Kapitalınız var, belə deyək, Allah qatında. Və siz onu mütləq paraya transformasiya eləmək istəyirsiniz. İsrarla ondan para istəyirsiniz Allahdan. O parayın əvəzinə Allah sizə böyük elm verə bilər. O məşhur Yunus İmrə əhvalatındakı kimi nəfəs verə bilər. Ya da bir torba buğda verə bilər sizə. Tapdıq ki, al götür get. İndi insanlar ki, israr eləyir ki, mən pul istəyirəm, ancaq pul istəyirəm. Allah da verir ona o pulu. Ondan sonra onun həyatı bomboş olur sonra. Elə. Pul olub boş olmayanlar da var. Çünki insan üçün, hər insan üçün faydalı şeylər fərqlidir. Məsələn, puldan daha önəmli keyfiyyətlər var ki, məsələn, o bu doğuluşunda bunları qazanmalıdır. Başa düşürsünüz? O isə ancaq pula odaqlandı, öz-özünü çaşdırdı. Məsələn, bir çox daxili aləmində inşa olunası divarları var. O divarlar tikilməyib, bu isə artıq dam alır özünə. Zənginlik haqqında düşünür. O isə başqa şeylərin üzərində işləməlidir. Ona görə insan Allahdan, məncə düşündüyüm qədəricə, xeyirlisini istəməlidir. Mənim üçün xeyirli nədirsə, Allahım, mənə onu ver, mən şükür eləyəcəm.